Azəreşıqda kommunal xidmətlərin vahid informasiya sisteminə qurulması Prezidentin sərəncamı ilə həyata keçirilməkdədir. İlkin layihələr hazırdır. Hədəf modelinin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Sferas xəbər verir ki, bunu Energetika Nazirinin müavini Elnur Sultanov Milli Məclisdə iqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib. Azərenerjidə 143 obyekt artıq rəqəmsal sistemə qoşulubdur. Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə yarım stansiyalardır. Son 5 il ərzində fibrooptik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları artıq tamamilə SCADA sisteminə qoşulub və Yaşıl enerji zonası hədəfi çərçivəsində bu istiqamətdə fəaliyyət davam edir, deyə nazir müavini qeyd edib.